lazım olubsa və bu şəkildə də davam elədiyin sürəcə mən sənə 1 manat heç nəyi verən deyiləm. Mənim pulumu mənə geri verməməklə məni təhdid eləyən, mənim pulumu hissəvi, sanki mən buna hissəvi ödəmişəm, McDonald's-da, Nərimanovda, məndən bu pulu, bu heç bir maddəsi bir şey ifadə etməyən, müqavilə ilə mənimsəyən Rəna Hidayətova Amil qızı. Mənim 1 il 7 aydır ki, sən pulumu geri vermirsən. 1 il 7 ayda birinin pulunu alıb mənimsəyib, kreditini ödədib, o qədər maddi mənəvi zərərləri verib, rahat bir şəkildə gəzib dolaşırsan. Və mənə də deyirsən ki, siz niyə məhkəməyə vermirsiniz? Çünki, ay Rəna Hidayətova Amil qızı, ən başından sənin məqsədin bu pulu mənimsəmək idi. Sən bilirdin ki, birinin pulunu verməyəndə gedib səni şikayət edəcək. Səni şikayət edəcək və bununla da sən bu məsələyi mülki qaydaya keçirəcəksən və o pulu verməyəcəksən. 1 il 7 aydır. 1 il 7 aydır bir insan necə bir insanın pulunu mənimsəyib, gəzə bilir rahat bir şəkildə. Və bir də utanmadan məni 147-148 ilə sənin güya özünə hörmət eləyən jurnalist, özünə məsləyinə, jurnalist adına hörmət eləyən heç bir jurnalist birinin puluna əl qoyub 1 il 7 ayda ödəməzlikdən gəlməz. Ki, mən 147-148 ilə də bir də şikayət edirəm. Get yenə şikayət elə. Bax, səni mən yenə ictimailəşdirirəm. Ki, mən bundan heç bir zamanda vaz keçmədim. Hər kəs bilsin ki, bizimlə Dəyiş proqramının telelayihə rəhbəri və aparıcısı Rəna Hidayətova Amil qızı, mən Günəş Rəhimovanın 1 il 7 aydır pulunu mənimsəyib, bu insan mənim pulumu geri vermir. Geri verməməyində mücadiləsini aparır bu insan. Ona aid olmayan pulun geri verməmək üçün çox böyük bir mücadilə aparır. Çox böyük bir, necə deyimi anlata bilmirəm sizə. İnsan ona aid olmayan bir şeyin necə bu qədər mübarizəsini apara bilər? Və bu mübarizəni aparanda özün də özünə heç bir sual verirsən ki, mən bu fərqindəlik projələrinə qatılıram. Birinin 2500 manatını 1 il 7 aydır ki, əl qoyub vermirəm. Bu fərqindəlik proqramlarına qatılanda bir bunun fərqinə də özün də bir fərqinə vara bilirsən. Bir fərqinə var da, birinin pulunu 1 il 7 aydır sən vermirsən, kreditini ödədirsən. Nə vaxta qədər sən bunu mücadiləsini verəsən, mübarizəsini aparasan verməmək üçün? Axı o pul sənə aid deyil. O pul sənin deyil. Sən sənə aid olmayan bir pulu necə cibinə qoyub gəzirsən 1 il 7 aydır? Və sonra da deyirsən ki, mən jurnalistəm, mən jurnalist haqqım tapdalanır. İnsanların səninlə heç bir işi yoxdur. Şəxsən mənim səninlə nə işim var ki? Sən mənim gətirib mənə vurduğun zərərlərlə birlikdə mənim pulumu ödədikdən sonra sən kimsən ki, mən səninlə belə sən haqqında bir video çəkəm, paylaşam. İnsanların səninlə işi yoxdur. İnan, heç kimsə də səni tanımır. Ki, mən də səni tanımıram. Amma mənim puluma bax, gör necə sahib çıxmısan və verməmək üçün bu qədər mübarizə aparırsan. Fərqinə var. O fərqindəlik projələrinə səni qatanlar da bunun fərqinə varsın. Ki, birinin puluna əl qoyub, cibinin puluna əl qoyub mənimsəyən bizimlə Dəyiş proqramının telelayihə rəhbəri və aparıcısı Rəna Hidayətova aldığın pulu geri ver. Mən səndən pulumu istəyirəm. Ay insan, pulumu, cibinə qoyub mənimsədiyim pulumu.